2002-ci il avqustun 8-də Rusiyanın Novokuznetsk şəhərində naməlum şəxs odlu silahdan açdığı atəşlərlə vətəndaş Ənvər İşmuratov və cangüdəni Sergey Barzenkon'u qətlə yetirib. Hadisənin şahidi olan 9 yaşlı Maksim İşmuratov ilkin ifadəsində cinayətin Kuvalda ləqəbli Rövşən Cavadov tərəfindən törədildiyini göstərib. Azyaşlının sözlərinə görə qatil atasına və onun dostuna yaxınlaşıb, baş nahiyələrinə əlavə güllələr atıb. Öldüklərinə əmin olduqdan sonra isə avtomaşınla hadisə yerindən uzaqlaşıb. Cinayətin Novokuznetsk şəhəri Kirov küçəsi 54 ünvanda səhər saat 10:45-də insanların gözü qarşısında baş verməsi məlum olub. Premier mağazasının qarşısındakı avtomobil dayanacağı ərazisində Ənvər İşmuratov və Sergey Barzenkon'un meyitləri 5.45 kalibrli AK-74 avtomat silah və 14 ədəd giliz aşkar edilib. Ekspertin ilkin rəyinə görə mərhumların hər birinə 5 güllə vurulub. Cinayətin ilkin araşdırması Novokuznetsk şəhər mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi tərəfindən aparılıb. Mərhum Ənvər İşmuratovun azyaşlı oğlu Maksim əməliyyatçılara danışıb ki, o, atası və Sergey Barzenko ilə Vaz 21099 markalı maşında olub. Hadisədən əvvəl onlar yanacaq doldurma stansiyasında əslən Azərbaycanlı olan Dadaş və Rövşən adlı şəxslərlə rastlaşıblar. Atası onlarla söhbət edəndən sonra sonuncular ayrılıb gediblər. Ayaqqabı almaq üçün Premier mağazasına yollanıblar. Ora çatdıqda İşmuratov və Barzenko maşından düşüblər. Həmin an Maksim ötəri arxadan tünd rəngli avtomobilin yaxınlaşdığını görüb. İçərisindən Kuvalda kimi tanıdığı kişi çıxıb və əlindəki avtomatdan ardıcıl atəşlər açıb. Atası və cangüdəni yıxıldıqdan sonra qatil yaxınlaşıb əvvəlcə Barzenkonu, sonra isə atasını güllələyib. Avtomatı hadisə yerində atan şəxs maşına oturub oradan uzaqlaşıb. Digər bir şahid, Svetlana Kruglakova, həmin an yaşadığı mənzilin mətbəxində pəncərənin qarşısında dayanıb. Vaz 21099 markalı maşından 2 kişinin düşdüyünü, dalınca başqa bir açıq rəngli avtomaşının gəldiyini, arxa oturacaqdan eynində qara şalvar, ağ mayka, sağ əlində isə avtomat olan oğlanın çıxdığını görüb. Əlamətlərindən danışan şahid bildirib ki, həmin oğlan gənc idi, yaşı 30, boyu 185-190 cm olardı, düzgün bədən quruluşlu, qısa vurulmuş saçları var idi. O əvvəl İşmuratov, sonra isə Barzenko qaçan tərəfə atəş açıb. Birincisi qazon otun, digəri isə səkinin üzərinə yıxılıb. Baş nahiyələrinə yoxlayıcı atəşlər açdıqdan sonra qatil gəldiyi maşına yaxınlaşıb, silahı yerə atıb və arxa oturacağa eləşərək oradan gedib. Şahid İnqa Qarşkova isə deyib ki, möhkəm bədən quruluşlu, sifəti dairəvi, qısa parlaq saçları olan təxminən 40 yaşlı kişi avtomobilin arxa, yox, qabaq sərnişin qapısından düşüb. Hadisədən 2 ay sonra oktyabrın 5-də sözügedən qətilləri törətməkdə şübhəli bilinən, əslən Masallı rayonundan olan Natiq Hüseynli Kemirova şəhər milis idarəsi əməkdaşları tərəfindən Krasnoyarsk şəhərində yerləşən Metallurq mehmanxanasında həbs edilib. Dindirilmə zamanı o bildirib ki, Novokuznetsk şəhərində istintaqla müəyyən olunmayan şəxsdən avtomat və 40 patronu qanunsuz yolla əldə edib və Batuşkova küçəsi 22-də yaşadığı mənzildə saxlayıb. Natiq Hüseynli göstərib ki, avqustun 5-də tanışı Ramiz Məmmədovun avtomaşınını naməlum şəxslər atəşə tutublar, lakin buna baxmayaraq sonuncu yüngül xəsarət almaqla sağ qalıb. Hüseynli bu hadisənin Ənvər İşmuratov tərəfindən təşkil olunduğundan şübhələnib və qisas almaq məqsədi ilə avqustun 8-də tanışı Rövşən Cavadovun idarə etdiyi Vaz 21099 markalı maşınla Kirov küçəsindəki 54 sayılı binanın yanına gəliblər. Где стоял автомобиль Ишмуратова? Пройдите туда. Вот так вот прямо или немного в сторону? Какую? В ту сторону. Ваш автомобиль где находился? По левой стороне. Передом в какую сторону? Туда же. Так. Куда вышел Ишмуратов? Где он остановился? Здесь он остановился. Сергей, охранник, откуда подходил? Сюда подходил. Потом сын где был? Ишмуратова.
Покажите место. Пацан стоял здесь, у него в руках что-то было, играл ребенок. Avtomobildən düşən Natiq Hüseynli ayrı-ayrı istiqamətlərdə qaçan Ənvər İşmuratova və Cangüdəni Sergey Barzenkaya avtomatdan ardıcıl atəşlər açıb. Daha sonra İşmuratovun maşında olan oğlu Maksim və digər şəhər sakinlərinin gözü qarşısında hər ikisinin baş nahiyəsinə nəzarət edici güllələr atıb. Öldüklərinə əmin olduqdan sonra maşına əyləşib və oradan uzaqlaşıb. Просто değil için nerede böyle bana baktığından şöyle bakıyor. Yani ne düşünüyorsun? Ne bileyim ki götür silahı uzaklaşacaksın. Sanki sen hemen kimi. Анвар Гусейнову сказал, что долго за мной будешь гоняться, да? А этот Анвару сказал, забирай свой автомат, я больше не буду за тобой гоняться, и этому мы расстанемся. Так, охранник где стоял Сергей? Он к нему подошел, нет? Метр дальше, да? Onu dala kaptı. Öpülmesi dala kaptı. Встаньте. Gel abi. Так, встал рядом. Так, вы вернулись обратно в машину? Boş kadar götür avtomatı. Dedi gel özün gel. Как он сказал, что? Короче, он ему сказал, иди забирай автомат. Он сказал, Так. я не пойду, иди сам перенеси. Так, вы пошли за И- автоматом. Он вернулся за автоматом. Ben gelende onun elinde sumkan başladı. Где вы автомат взяли? А у него, говорит, в руках сумка была. Когда он Какая пошел, сумка у него была в руках? когда он пошел в машину с автоматом, Черная сумка. Так, потом. Дальше. Sumkan atıştırdı. автоматı götürüp gelenden sonra Далее. Все происходило. Üstünde desmal vardı böyle şey. Место. O yerinden çekildi gitti maşınıyla bana anasını. biraz arkaya. Biraz arkaya gitti. İkisi de sürüyor. Seri böyle oturdu maşından çekildi gitti anası. Sonra elinde sana. Elinde ucu silahı böyle çıkarttı. Başladı. Когда он возвращался, Анвар отошел назад, и Серега пошел, резко сел в машину. Он в руках на него направил говорит, пистолет, тогда он начал на него стрелять. А где вы стояли в это время? Остановились? Sen nasıl yerde dayandın? Ben böyle durmuştum böyle bir geçtim maşından. Ben öyle geçtim o durduruyor. Ну, маленько он вперед пошел. Когда он отошел назад, и он встал на него. Где вы стали? Пройдите. На этом месте начали стрелять в него, да? Да. Так, он где упал? Анвар в ту сторону шел, и там упал метров. Как далеко ушел? Метров 3 отошел. Продемонстрируйте, как охранник, откуда вышел и на каком месте он стоял, когда вы первый раз выстрелили в него. Там дверь вышел и тут стоял он первый раз. Первый раз, и потом, когда он побежал от вас. Показывайте, идите там. Где в него первый раз начали стрелять? На каком месте он был? Там дверь стоят, и ему тоже. И в него тоже попал. Потом он куда побежал? Показывайте. Я дальше стрелял, когда оттуда. И тут Оттуда стреляли вы? да, Покажи. да, где я стоял, а там. В смысле, где стоял, там С места вы сходили, когда в него стреляли? Сходил с места? Нет, я там же стоял. С места не сходили? Его снимать не могу. Так, с места не сходили, то есть на одном месте стояли. Потом что, после того, как в него выстрелили? Вы все выстрелили, все патроны? Нет. Так, все есть у тебя? Все, да. Да, так, потом вернулись куда? Я бросил оружие и сел. Бросил, куда? Показывайте, куда бросил автомат. быстрее, быстрее. Где автомат был? В каком месте? Здесь бросил автомат, лишь туда вернулся. В машину сел, в какую сторону поехали? İlk dəfə Maksim İşmuratov Rövşən Cavadovun şəklini göstərərək onu Kuvalda kimi tanıdığını bildirib. Lakin istintaqın sonraki mərhələsində o atasını öldürən şəxs kimi Hüseynlini tanıyıb. Həbs edilən şəxsin cinayət əməlini törətməsi özünün və 9 yaşlı uşağın ziddiyyətli ifadələrindən savayı digər heç bir sübut növü ilə təsdiq olunmayıb.
İstintaq orqanı nəzərə almayıb ki, Hüseynlinin vermiş olduğu ilkin etiraf edici ifadələr, hadisə yerinin müayinə protokolu və hadisəni görən şahidlərin ifadələri ilə tam təqzib olunub. Belə ki, Natiq ilk dəfə deyib ki, güya o avtomat silahı Ənvər İşmuratovun özünə qaytarmaq istəyərkən həm Ənvərin, həm də Barzenkanın ona tapanca çıxarmağını görüb qorxaraq hər ikisini güllələyib. Lakin hadisə yerində avtomatdan başqa digər hər hansı silah aşkar olunmayıb. Bundan əlavə istintaq orqanı araşdırmayıb ki, nə üçün Natiq Hüseynli öz həyatını Ramiz Məmmədova görə təhlükədə qoymalı idi? Onu buna vadar edən nə olub? 2003-cü ildə prokurorluq istintaqı yekunlaşdıraraq cinayət işini baxılması üçün məhkəməyə göndərib. Ölüm hadisəsində günahı olmadığını elə ilk dəfə onun məhkəmədə dindirərkən demək olar ki, hamı başa düşüb. Lakin başqa çıxış yolu olmadığına görə Hüseynli bildirib ki, cinayəti özü törədib və istintaqda olduğu kimi ardıcıllıqla danışıb. Onun günahsız olduğunu, cinayəti öz üzərinə götürdüyünü hakim də dərk edib və bu səbəbdən həqiqəti müəyyən etmək üçün prosesi uzadıb. Bu cür vəziyyətdə iş dəfələrlə istintaqa qaytarılıb, yeni ekspertizalar təyin edilib. 2003-cü ildə başlayan proses 2006-cı ilə qədər davam edib. İş üzrə 13 nəfər şahid dindirilib. Onların çoxsu törədilmiş cinayəti etiraf edən Natiq Hüseynlini tanımayıblar və cinayətin onun tərəfindən törədilməsini təsdiq etməyiblər. Məsələn, şahid Kruglякova göstərib ki, mərhumları güllələyən şəxsin boyu təxminən 185-190 cm olub. Amma məhkəmə zamanı müəyyən edilib ki, Hüseynlinin boyu cəmi 171 cm-dir. Cinayətkar aləmdə nüfuza malik olan Ramiz Məmmədov və Rövşən Cavadov digər kriminal qruplaşma tərəfindən öldürüldükdən sonra vəkil ona həqiqəti açıb danışmağı icazə verib. Beləliklə də məhkəmə onun barəsində bəraət hökmü çıxarıb və azadlığa buraxıb. Bir müddətdən sonra Azərbaycana qayıdan Natiq Hüseynli yenidən həbs edilib. Ənvər İşmuratov və Sergey Barzenkanın qəsdən öldürülməsi ilə əlaqədar Masallı rayon prokurorluğunda onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 xüsusi amansızlıqla qəsdən adam öldürmə, 120.2.7 2 və ya daha çox adamı qəsdən öldürmə və 228.1-ci qanunsuz odlu silah saxlama və istifadə etmə maddələri ilə cinayət işi başlayıb. 2009-cu ildə iş baxılması üçün ağır cinayətlərə dair işlər üzrə məhkəməyə göndərilib. Natiq Hüseynli ittiham üzrə özünü təqsirli bilməyib və göstərib ki, Rövşən Cavadov və Ramiz Məmmədov avtomaşında gedərkən Kuznetskidə yanacaq doldurma məntəqəsində İşmuratovla rastlaşıblar. Biraz söhbət etdikdən sonra ayrılıblar, amma əslində Azərbaycanlılar onların maşınını izləyiblər və nəqliyyat vasitəsini arxalarınca idarə edərək Premier mağazasının qarşısına gəliblər. Maşını Ramiz Məmmədov idarə edib. Hər iki şəxsi avtomobildən düşən Rövşən Cavadov güllələyib. Hadisənin bu cür baş verməsini Məmmədov və Cavadov Natiq Hüseynliyə özləri danışıblar. Çünki cinayətin baş verməsi detallarını o təfsilatı ilə bilməli idi. Deyirsiniz, bu Ramiz'le Rövşən sizə dedi ki, bu cinayəti götüründə bulundu. Orada bax, çox konkret soruşunuzdan. Sizə dedilərmi ki, əgər bunu sən götürməsən, falan şey olabilir. Siz qorxdunuz yoxsa qorxmadınız? Qorxdum deyə də mən özüm üçün qorxmuyordum. Mən Rusiyaya yaşayan yaxınlarımdan görürəm. Kimləriniz yaşayır? Qardaşlarım. Qardaşlar, necə qardaşlar yaşayır? 2 qardaşım yaşayır. Sizdən başına yox? Hadisədən sonra Cavadov və Məmmədov bazara gəliblər. Onu götürüb Ramizin şəhərin çıxacağında Kuybışev rayonunda olan mülkünü aparıblar. Orada hər ikisi təqid ediblər ki, bu işi Hüseynli öz üzərinə götürsün. Ona görə ki, onların barəsində silahla adam vurmağa görə cinayət işi var. Sonuncu yaxa qurtarmağa cəhd etsə də sadəcə olaraq mümkün deyildi. Çünki Ramiz çox təhlükəli adam idi və real olaraq hədəliyirdi. Məmmədov konkret bildirirdi ki, cinayəti boynuna götürməlidir. Əks halda onu da İşmuratovun yanına göndərəcək. Eyni zamanda deyirdi ki, bu məsələni Yusif Asayılov da bilir. Müttəmin sözlərinə görə Asayılov Novokuznetsk bazarının müdürü olub və Ramiz də ona tabi idi. O, çox nüfuzlu şəxs olub, yuxarı dairələrdə istədiyi səviyyədə iş görə bilirdi. Özünün, ailəsinin və Sankt-Peterburgda yaşayan qardaşının həyatı təhlükədə olduğu üçün Natiq Hüseynli əlacsız qalaraq razılıq verib. Məsələ belədir ki, cinayət aləmində adətən bəzi yoldaşlar ola bilər, bilməz, amma sən mənim ikimiz də bunu dərk edirində. Çünki sən həyat təcrübə cəzəcəmə yerində çox olub, mənim də həyat elə gəlir ki, bu işlərin içində olmuşam. Adətən cinayət aləmində kimsə öləndə bəzi cinayətlər onun üstünə
sözünü hatırladı. Size elə gəlmir ki, sizin bak bu deməyiniz ki, onlar öləndən sonra deməyiniz ki, elə onlar mənə təklif ediblər, mən heç bir cinayət törətməmişəm. O ölmüş şəxsin üzərinə atmaq onsuz da onlar barəsində işləyə bilməzlər. Bir başqa Azərbaycandan da kim elə bilər, Novokuzun şəhərini incidə bilməzlər. Elə bu ölən adam haqqında. Bu sizə elə gəlmir ki, mənə biraz elə gəlir ki, onlar ölüblər deyə siz onların üzərinə atırsınız. Siz özünüz törətmişsiniz bu cinayəti. Onların üstünə atırsınız ki, onlar onsuz da ölüblər. Onlar sağlandığına onu deyə bilməzdim o. Ən aşağısı sınıfdaki təzyiatxanasında deyə bilərdiniz. Onlarları Heç satmaz. deyə bilməzdim o. Orada da öldürərdilər sizi. Necə yəni o boydan general prezident adının rınkablarında bütün polis idarəsi, şestoyatı, sidmuatı, hamısını o çıxardır o boyudası, o çıxardır o boyudası. Bu da onlarına planı öyle bir şey olabilir ki, yani sen orada gelsen, bir saatten sonra oradan gelir ki, Yusuf Bey'le felaket böyle ifade ediyor. Ondan sonra bakıyorum. Düşünmədim ki, Bunların adamıydı, ilk prezident adını yenilir. o da Azərbaycan'da. ABD'nin yerine kıyamet bu pazarlar Türkiye'nin o spor ne kadar pazarlar var, onun prezidentiydi. Avrupa Azərbaycan'da. Evet. Bu adam. Yani ben sizi böyle başa düştüm ki, siz korkunuzdan ve onların ölmeyle bağlı ifadenizi değişmemişsiniz. Programımız görüşen ben düz başa düşeceğim. Kemerova vilayetinde böyle hürmetli Rusya leksikonda bir şey yapsak kalıdılar, yoksa Rusya mı geçti? Kemerova vilayetinde. Bunlar yerli avtoritetler sahipler. Yerli avtoritetler sahiplerse sizi maske yaparmışlar da, psikiyatrik hastanede. Siz orada diyerdiniz, oradaki maskadaki Kemerova vilayeti değil. Sonra ne oldu? Sonra siz diyerdiniz ki, orada ifade ederdiniz ki, Moskvada biraz onlara təhsil imkanları zəifdirlər. Deyərlər, saxlayırlar siz Moskvada təhsil sanatı. Çöldekiler ne aldı? Hansı çöldəki? Çöldekiler yakınlar. Qonlarınızı nəzərə tutursun. Qonlarınızda da deyərdiniz ki, gedin nəzərə. Bunlar da getirdik Azərbaycan servis değil mi sonra? Hana? Bunlar da getirdik bunu evlendirdi servis ya. Azerbaycan'a gittiler, sonra Azerbaycan'dan hala gidecekler. O Azərbaycandan gəlsəydə deyər keşin olmazdı. Necə bu adam 20 il yaşayır Rusiyada, bütün biznesi orada, ailesi orada, uşaq orada. Bir ilə Ramazı atıp yazsın olsun Azərbaycanda. Elə Ama yani sizin ailələriniz orada yaşayır. Ben öyle dedim sonradan geldim. Bundan sonra Hüseynli onlarla birlikdə Krasnoyarsk şəhərinə gedərək təxminən 2 həftə Metalurq mehmanxanasında qalıblar. Ramiz Məmmədov tez-tez Yusif Asayılovla mobil telefonla danışırdı. Hər şey əvvəlcədən planlaşdırılmışdı. Oktyabrın 5-də Rövşən Cavadov hadisənin Hüseynli tərəfindən törədilməsi haqda ifadə vermək üçün Kemerova şəhər milis idarəsinə yollanıb. Bir neçə saatdan sonra mehmanxanaya Yusif Asayılov tərəfindən tutulmuş vəkil gəlib və ona deyib ki, bu işi Natiq öz üzərinə götürməlidir, sonra onu qurtaracaqlar. Onlar idarəyə getməyə hazırlaşanda milis işçiləri mehmanxanaya gəliblər və Hüseynli vəkilin iştirakı ilə əməliyyatçılara təslim olub. Əslində isə Natiq İşmuratov və Barzenkanın qətlində iştirak etməyib, hadisə vaxtı bazarda işlədiyi kafedə olub. Orada olmasını Lənkəran rayonundan olan Əfqan, Şövqi və Şahin, Quba rayonundan olan Rauf İsayev, eləcə də kafedə işləyən Galina və Olga adlı qızlar görüblər. Maksim neçə yaşındadır Maksim? Maksim, mən də uşaq idi, Maksim 12 idi. Onların uşağına kim təsir elədi ki, sizi göstərsin, bax bu cinayətini törədir. Onu mən alır deyərəm. O mümkün olan şey değil abi. Bunun atasını öldürdülər. Atası da elə belə adam değil. Sizin danışımdan belə başa düşdüm ki, cinayətkar aləmdə böyük bir rütbəsi var. Təxminən marşala yaxın. Bunun da öldürüblər, övladı, arvadı da gəlib deyir ki, öldürən başqasını gəlsin üzüzə dursun ki, bax bu Natiq Hüseyin'i öldürdü. Ne yalandan desinlər? O Rövşən Ramiz'in öləndən sonra o gəldi Zalısurda ifadə verdi ki, öldürən budur. Budur, bu deyil. Budur deyil. Çünki mən onu 2006-cı ildə gördüm ki, Maksim gəldi ifadə verdi Zalısurda ki, mənim atam öldürən Hüseyin'in adı. Məhkəmə də özü ifadə verdi. Ona da, onun da vəkilinə Sudya sual verdi ki, Maksim bəy, xeyir ola sən 2002-ci ildə belə ifadə verirsən, ifadeyi dəyişirsən, Maksim çıxartla başladı vəkil danışma. Maksimin vəkili danışma. Ramiz Məmmədov hansı şərait gördünüz? Bunlar mənim içərdə olmuş.
bizim Rusya'da herhalde orada yaşanmış, oradan azalcı informasiyası olan sizsiniz. Zorla ayrılır. Böyle bir moral için soruşuyorum. Hansı şərəitdə? Biz yaratışıyor. Yani kimse öldürüldü, yoksa qəzada öldürdüler. Öldürüldü. Belki elmi tədqiqatlar aparılır. Onlar beləcə o İşmuratov gibi ölen vəziyyətdə onlar da elədir. Onlar da öldürüldü. Elə bir vəziyyət. Küçənin ortasında. Her ikisinin öldürülmesi vardı. Burada kifayet eden noktalar. Bilirəm, cinayət içində öldürüldü. Onlar da o şərait öldürüldü. Evet. Müttəhim hadisədən sonra başa düşüb ki, Ramiz Məmmədov Sərdar Salayevin qəhvəyi rəngli Vaz 21099 markalı maşınını nə məqsədlə götürüb? Ramiz avtomobili götürərkən Natiq Rövşənlə orada olub. Məmmədov maşını Kemerovo şəhərinə ehtiyat hissələri almaqdan ötürü aldığını deyib. Əslində isə İşmuratovun qətlində istifadə etmək məqsədi ilə götürüb. Cinayətdən sonra maşının açarlarını bir uşaq vasitəsilə Salayeva çatdırıb. Natiq Hüseynli əlavə edib ki, Ramiz Məmmədovun və Ənvər İşmuratovun şəxsiyyətləri Novokuznetsk şəhərində hüquq mühafizə orqanlarına yaxşı məlum idi. Düşmənçilik məndən yox. Məndən yox. Ramizlə olub. Konflikt olub. Ramizlə, bəs Rövşənlə? Bunlar bir yerdə olan adamlar, bunlarla eyni bir vəziyyətdə konfliktləri olub. Məndən onunla konflikt olub. Rövşənin sizə hələ qorxu gəlməsini siz real təhlükə kimi qəbul edərsiniz, yoxsa yox? Mən onu real qəbul eləməsin, o işin üstünə götürməliyəm. Prosesdə şahid qismində dindirilmiş Şövqü Həsənov həmin dövrdə Novokuznetsk şəhərində yaşamasını, Ənvər İşmuratov və Sergey Barzenkonun şəhərin palajeniyasına baxan cinayətkar dəstənin başçıları kimi tanıdığını göstərib. Ramiz Məmmədovu Dadaş ləqəbi ilə tanıyıb. Onun sözlərinə görə Məmmədov təbiətcə elə adam idi ki, o hərəkətlərini gizlətmirdi. Yaxşı bilirdi ki, heç kim onun üzünə dura bilməz. Ya o dediyi olmalı, yaxud da həmin adam ölməli idi. Bazardakı Azərbaycanlılardan İşmuratov və Barzenkonun Ramiz və Rövşən tərəfindən qətlə yetirilməsini eşidib. İcraçı Kuvalda ləqəbli Rövşən Cavadov olub. Şahid Elçin Musayev müttəhimlə münasibətinin həmkəndli kimi yaxşı olduğunu bildirib. Onu cinayətkar kimi tanımayıb. Baxmayaraq ki, Kuvalda Rövşən Cavadovun ləqəbi idi, bəzi vaxtlar Ramiz Natiqi də Kuvalda kimi çağırırdı. Şahid qismində ifadə verən mərhum Ramiz Məmmədovun əmisi oğlu İnqilab Kəlbiyev bildirib ki, həmin ərəfədə Topolnik kafesini işlədib. Ramizgil hər hansı cinayəti törətməzdən əvvəl planları haqda orada danışırdılar. Kəlbiyev hadisənin olacağından xəbərdar idi. Ona görə ki, söhbətlər onun yanında aparılmışdı. Məmmədov şəhərdə heç kimi saymırdı. Kimsə səhv hərəkət etsə, onu yerindəcə cəzalandırırdı. Həqiqətən də İşmuratov Məmmədovu öldürməyə cəhd göstərmişdi, amma atəşə tutulan avtomobildə Ramiz sağ qalmışdı. Məmmədov istəyirdi ki, onları tez aradan götürsün, çünki Ramiz İşmuratovdan qorxurdu. Hadisədən bir gün əvvəl İnqilabın yanında Ramiz Rövşənə demişdi ki, bir-iki gündə geciksə, onlar artıq həyatda olmayacaq. Şahidin dediyinə görə qətli avtomat silahla Rövşən Cavadov icra edib. Həmin an Ramiz maşında, sükan arxasında oturub hadisəni izləyib. Kəlbiyevin sözlərinə görə cinayətdən sonra onlar kafaya gəliblər. Həmin hadisəni öz üzərinə Hüseynli götürməli idi. Ramiz Natiqi həbsdən qurtarmağa söz vermişdi. Əgər sağ qalsaydı, o sözünə əməl edərdi. Rusiyada bu iş üzrə bəraət alan Natiqlə azadlıqda görüşən Kəlbiyev onun yenidən həbs edilməsini bu yaxınlarda eşidib. Şahid qeyd edib ki, əgər o vaxt Natiq bu hadisəni boynuna almasaydı, sağ qalmazdı. Ramizin ətrafında olan insanlardan salamat qalan Hüseynli və bir də özüdür. Məhkəmə gedişatında mərhum Rövşən Cavadovun cinayət işində olan dindirmə protokolu elan edilib. Cavadov bunları yazıb. Mən və Natiq Hüseynli avtomaşınla Kirov küçəsi ilə hərəkət edərkən sonuncu xahiş edib ki, sola dönüm və Vaz 21099 markalı avtomobilin arxasında dayanım. Bu vaxt həmin maşından 2 kişi və bir oğlan uşağı çıxıb. Arxa oturacaqda əyləşən Hüseynli qara idman sumkasını götürüb maşından çıxıb və onlara tərəf addımlayıb. Sumkadan avtomatı çıxarıb dərhal İşmuratova və Barzenkoya atəş açıb. Sonra silahsız gəlib avtomobilə oturub. Rövşən Cavadovun bu ifadəsi hadisəni bilavasitə gözü ilə görən şahidlərin dedikləri ilə tam təqzib olunub. Belə ki, Cavadov göstərib ki, güya yanacaq doldurma stansiyasında Natiq maşından tək düşüb və bir nəfərlə 5-10 dəqiqə söhbət etdikdən sonra qayıdıb. Onun söylədikləri şahid İrma Aksenovnanın ifadəsi ilə təqzib olunub. Çünki qadın qeyd edib ki, orada Ənvər İşmuratovla görüşən Dadaş ləqəbli Ramiz Məmmədov olub.
Daha sonra Cavadov deyib ki, Hüseynli maşından əlində sumka ilə düşüb. Hərçənd ki, 2 şahid bildirib ki, maşından düşən hündür boylu oğlanın sağ əlində avtomat silah olub. Şahid İnga Qarşkovanın ifadəsində göstərilən əlamətlər müttəhimin əlamətləri ilə tam ziddiyyət təşkil edib. Belə ki, natiqin sifəti dairəvi deyil və parlaq saçları yoxdur. O, cinayət törətmiş şəxsi görməsinə baxmayaraq, nə ibtidai istintaq, nə də ki, məhkəmədə Hüseynlini tanımayıb. Bütün bunlar bir daha təsdiq edib ki, Rövşən Cavadov istintaq vaxtı yalan ifadə verib. Natiq Hüseynliyə Rusiya Federasiyası Cinayət Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan edilib. Lakin nə Rusiyada, nə də ki Azərbaycanda müəyyən edilməyib ki, müttəhim silahı haradan və nə məqsədlə əldə edib. İstintaq orqanı ümumiyyətlə baş vermiş ağır cinayət hadisəsinin motivini müəyyən etməyib. Azyaşlı Maksim İşmuratovun qanuni nümayəndəsi olan anası İrina məhkəmə zamanı ərizə ilə müraciət edərək bildirib ki, oğlu Natiq Hüseynlini, atasını və Sergey Barzenkonu öldürən şəxs kimi tanıya bilmir. İstintaq və ilk məhkəmə prosesində təqsirləndirilən şəxsi ona görə göstərib ki, ona tanınma üçün başqa şəxs təqdim etməyiblər. Bu fakt ondan xəbər verir ki, Maksim İşmuratovun ifadələri mötəbər sübut kimi qəbul edilib, ittihamın əsasına qoyula bilməz. Çıxışlar zamanı dövlət ittihamçısı məhkəmədən Natiq Hüseynliyə 14 il 6 ay həbs cəzası, müdafiəçisi isə onun təqsirli olmasına dəlalət edən sübut olmaması üçün bəraət verilməsini xahiş ediblər. 2009-cu il sentyabrın 29-da məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutlara obyektiv qiymət verərək nəticəyə gəlib ki, müttəhimin ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə aidiyyəti olmadığından təqsirli olması sübuta yetirilməyib. Məhkəmə Natiq Hüseynlinin barəsindəki cinayət işinə xitam verib və onu məhkəmə zalında azad edib. Hökmdən dövlət ittihamçısı protest versə də, Şirvan Apellyasiya Məhkəməsi prokurorluğun protestini təmin etməyib və Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Liderliyin oğlanlara keçməsi yeni